namaz qılan insan həyatında hansı dəyişikliklər etməlidir? Məsələn, belə bir sual verirlər. Namaza başlayan insan qoy namaza başlasın, o narahat olmasın. O namaza başlasın, Allahın dediyi vaxtda, Allahın dediyi kimi, Allahın buyurduğu kimi dəstəmaz alsa, Muhammed sallallahu aleyhi ve sellemin qıldığı kimi namaz qılarsa, namaz onda böyük dəyişiklikləri edəcək. Namaz özü onu dəyişəcək. Çünki bir insan namazı düzgün formada qılarsa, namaz onu təmizləyir. Çünki Allah Teala Quran-ı Kərimdə buyurur ki, İnna salate tenha anil fəhşai vel munkar. Şübhəsiz ki, namaz fahiş, o çirkin vel munkar və münkər pis əməllərdən çəkindirir. O adam ki, o insan ki namazı doğru düzgün əda eləyirsə, o çəkinir. Namaz onu təmizləyir. Pis insanlardan, pis sözlərdən, pis əməllərdən, pis məkanlardan, pis niyyətlərdən təmizləyir. Lakin gərək namazı doğru düzgün əda eləsin. Narahat olmasın, qoy namaza başlasın. Namaz onun həyatında yaxşılığa doğru xeyli işlər görəcək.